Yaşad Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün birinci intellektual marafona start verilib. 50-yə yaxın şəhid övladının iştirak etdiyi düşərgə Qusarda təşkil olunub. Məqsəd isə iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqların əldə etməklərinə dəstək olmaqdır. Marafon aprelin 20-sinə dək davam edəcək. Biz bu intellektual marafonu konstitusiya və suverenlik ilinə həsr edirik və bilirsiniz ki, bizim suverenliyimiz, bizim qəhrəman şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz tam işğaldan azad ediləndən sonra oldu və biz məhz bu marafonu suverenlik ili çərçivəsində şəhidlərimizin övladları ilə götürürük, onlarla başlayırıq və onların bilik yarışı olacaq. Fikrimcə bu həqiqətən çox böyük bir təşəbbüsdür gənclər üçün. Həm intellektual səviyyədə inkişaf edirik, həm yeni münasibətlər, həmçinin münasibətlərimiz daha da möhkəmlənir və gənclər olaraq intellektual səviyyəmiz çox böyük şəkildə inkişaf edir və bu kimi tədbirlərin davamlı keçirilməsi də həqiqətən təqdirə layiqdir.